Salam değerli izləyicilərim. Bugünkü mövzumuz əlavə ilk qidalara keçid. Nə vaxt başlamaq lazımdır, hansı qidalardan başlamaq lazımdır və hansı qidalar 1 yaşa qədər qətiyyən qadağandır. Belə ki, ana südü ilə qidalanan körpələrimiz 6 aya qədər lazımi maddələrlə tam təmin olunur. Heç bir əlavə qida lazım deyil. Süni qidadadırsa əgər körpəniz, o zaman 4 ayından başlayaraq pediatr məsləhəti ilə başlaya bilərsiniz. İlk növbədə hansı qidalardan başlayırıq? Belə ki, ilk qidamız meyvə yox, tərəvəzlərdən başlanılmalıdır. Niyə meyvədən yox? Meyvə sokları, meyvə şirələri və meyvə pürələrindən başlamaq olmaz. Niyə? Çünki bunlar şəkər tamlıdır. Ona görə də uşaq sonraki qidalardan imtina edə bilər. Yalnız meyvə pürəsi sizdən tələb edəcək. Ona görə də tərəvəzlərdən başlamaq lazımdır. Bu tərəvəzlər hipoallergik olmalıdır. Belə ki, gül kələm, qabaq, balqabaq, kök, bunlardan başlaya bilərsiniz. Və blenderdən keçirtməyi məsləhət görmürəm. Çünki bu qida ilə tanışlıqdır. Qidanın ağız aparatı, uşağın ağız aparatı qida ilə tanış olur. Ona görə də çeynəmə əzələləri artıq 1 yaşa qədər tam yaxşı inkişaf etməlidir. Hətta dişlər olmasa belə uşaq çeynəməyə cəhd göstərir. Ona görə də çox balaca, yaxşı əzilmiş, çox balaca içində dilimlər olsun. Dişə dəyən dilimlər. Və bu dediyim kimi tərəvəzlərdən başlanılır 6 aydan. 1 çay qaşığı ilə, hətta yarım çay qaşığı ilə. Sonra baxırıq, 2 gün əlavə ara veririk. Heç bir reaksiya yoxdursa, növbəti tərəvəzə keçə bilərik. Belə ki, sonra qarışıq tərəvəzlərdən hazırlaya bilərik. Çox lazımdır ki, siz bunu evdə özünüz eləyərsiniz. Heç bir hazır banka əlavə qidalardan istifadə etməyin. Çünki özünüz hazırladığınız, özünüz bilirsiniz ki, tərkibi nədir. Belə, bu səhər yeməyi verilir və günorta yeməyi. Günorta yeməyi yenə də bu baxa bilərsiniz. Tərəvəzlər yaxşı gedirsə, yenə də tərəvəzlərdən 1 qaşıq verə bilərsiniz. Onda səhər yeməyini dəyişirik. Səhər yeməyinə artıq yumurta sarısı əlavə edirik. 8-də 1-i. Yumurta ağın vermirik. Yumurta sarısını 8-də 1-ini veririk. Axşam yeməyi sıyıqlar ola bilər. Sıyıqlar mütləq və mütləq düyü olmalıdır və yaxud da qarğıdalı. Hətta yaxşı olar ki, qarabaşaqdan başlayasınız. Çünki bunlar hipoallergikdir, heç bir ziyanı yoxdur. Qətiyyən məsləhət görmürəm mannını və buğda, arpa sıyıqlarını qətiyyən məsləhət görmürəm 1 yaşa qədər. Hətta mannını 3 yaşa qədər və sonra da məsləhət görmürəm. Bu haqda danışacağıq. Ətraflı qadağa olunan qidalar 1 yaşa qədər bunlar bal, duz, şəkər, süd, çay və yumurta ağı. Niyə? Çünki bunlar allergikdir və daha ətraflı məlumat bal, çay haqqında məlumat sizə verəcəyim. Bu sonraki mövzularda, sonraki videolarımda olacaq. Demək ki, bu 6-cı ay haqqında biz danışdıq, nədən başlayırıq və nə əlavə edirik. Sonra 7-ci ay gəlir. 7-ci ay 7-8 belə deyək. 7-8-də səhər yeməyi, yumurta sarısı və 1 dilim duzsuz pendir əlavə edə bilərik. Baxırıq uşaq necə yeyir, necə reaksiya verir. Günorta yeməyi ətli bulyonlu, tərəvəzli sup hazırlayırıq. Orada da balaca dilimlər olsun ki, yenə də blenderdən istifadə olunmur. Özümüz əzirik ki, balaca dilimlər olsun. Uşağın dilinə, dişinə dəyə bilərik. Belə axşam yeməyi sıyıqlar, qatıq ola bilər. Və 9-cu, 12-ci aya keçirik. 9-12-ci ayda artıq səhər yeməyi bura əlavə edə bilərik yumurta sarısı pendirdən başqa. Artıq kərə yağı da əlavə edirik. Ümumiyyətlə yağı artıq 6-cı aydan, hətta mən unutdum sizə qeyd eləməyə, tərəvəzlərə biraz bitki yağı qatmaq olar. Lazımdır, hətta lazımdır. Çünki burada omega ilə zəngindir bitki yağları və kərə yağı da həmçinin lazımdır. Heyvan tərkibli yağlarımız da olmalıdır qidalarda.
günorta yeməyi. Günorta yeməli mərci mərci supu, yenə də bulyonlu, tərəvəz, meyvə püreləri. Axşam yeməyi baxır, axşam pörtlədilmiş, qızadılmış olmasın, pörtlədilmiş kotletlər, köftələr ola bilər, qatıq və qarnir hazırlaya bilərsiniz tərəvəzlərdən, düyüdən, belə. Bu qədər və paxlalı yeməklərə də keçid hardasa 1 yaşdan başlaya bilərsiniz paxlalı yeməklərə keçid. Ümumiyyətlə, körpə əgər az çəki yığırsa, o zaman səhər yeməyini sıyıqlardan başlaya bilərsiniz. Yox, körpənin çəkisi normaldırsa, yaxşı çəki yığırsa, onda meyvə deyil, bitki tərkibli tərəvəzlərdən, pürelərdən başlaya bilərsiniz. Belə və qidaya keçid vaxtında olmalıdır. Nə gec, nə tez. Tez keçdikdə artıq infeksion xəstəliklərə tutulma riski artır. Uşaq süddən imtina, ana südündən imtina edə bilər. Çəki az yığa bilər. Gec keçdikdə isə başqa problemlər yaranır. Qida pozğunluğu, çeynəmə zəifliyi yaranır və uşaq yenə də lazımi dəyərli qidaları ala bilmir, mikroelementləri ala bilmir vaxtında və qan azlığı yarana bilər. Ona görə də nə tez, nə gec vaxtında keçmək lazımdır qida əlavələrinə. Və bir də uşağın qidaya marağı yaranmalıdır. Mütləq və mütləq siz artıq 5 ayından, 4 ayından mətbəxdə nəsə hazırlayanda uşağı da özünüzlə yanınızda saxlayın ki, uşaq baxsın, qoxu hiss eləsin, qoxunu və nələrdən, hansı meyvələrdən, hansı tərəvəzlərdən istifadə etdiyinizi görsün və onda qidaya maraq yaransın. Belə, əziz izləyicilərim, sizə qaranlıq qalan, aydın olmayan sualları aşağıda şərh bölməsinə yaza bilərsiniz. Kanalıma abunə olun və sonraki mövzularda sizin suallarınız əsasında yeni mövzular hazırlanacaq. Müzakirə olunacaq. Hələlik.